Sosial media və rəqəmsal məzmun yaratma layihəsinin ikinci videosundan hər birinizi salamlayıram. Layihənin ikinci mövzusu rəqəmsal marketinqin əhəmiyyəti, onun iş və biznesdə rolu haqqında olacaq. Mən Səbinə Mirhəsənova, bu sahədə mütəxəssisəm. Rəqəmsal marketinq çox sadə dildə desək, internet üzərindən markanızın, məhsulunuzun və ya xidmətinizin insanlara tanıdılmasıdır. Amma məsələ təkcə tanıtım deyil. Burada əsas məqsəd insanlarla ünsiyyət qurmaq, onların diqqətini çəkmək, onlara dəyər vermək və nəticədə onların müştəriyə çevrilməsini təmin etməkdir. Əgər əvvəllər marketinqin əsas kanalı televizor, radio və kiçik reklamlar idisə, bugün hər şey dəyişib. Çünki müştəri artıq telefondadır. İnsanlar daha çox vaxtını sosial mediada keçirir, Google-da axtarış edir, YouTube-da video izləyirlər. Deməli, biznes də məhz burada olmalıdır. Bir sözlə, rəqəmsal marketinq bugün biznesin nəfəsidir. Onsuz inkişaf etmək, rəqabət aparmaq çox çətindir. Ənənəvi reklamın problemi nədir? Siz bir billboard qoyursunuz, amma neçə nəfərin baxdığını dəqiq bilmirsiniz. Televizora reklam verirsiniz, amma neçə nəfərin onu izlədiyini ancaq təxmin edə bilərsiniz. Amma rəqəmsal marketinq tam fərqlidir. Burada hər şey ölçülür. Siz dəqiq bilirsiniz, bu reklam 1000 nəfərə çatıb, 200 nəfər baxıb, 50 nəfər məhsul alıb. Bu biznes üçün inanılmaz dəyərdir. Çünki artıq qərar vermək üçün əlinizdə real faktlar var. Yəni siz təxminlə yox, rəqəmlərlə işləyirsiniz. Bu da reklam büdcənizin boşuna xərclənməsinin qarşısını alır. İndi gəlin baxaq, rəqəmsal marketinq biznesə hansı faydaları gətirir? 1. Brendin tanıtılması. Ən kiçik biznes belə sosial media vasitəsilə özünü tanıda bilir. 2. Satışların artırılması. Düzgün reklam alətləri ilə satışlar birbaşa artır. 3. Müştəri ilə əlaqə. Müştəri sual verir, siz dərhal cavab verirsiniz. Bu etibar yaradır. 4. Xərclərə qənaət. Kiçik büdcələrlə böyük nəticələr almaq olur. Əsas məsələ strategiyanın düzgün olmasıdır. 5. Hədəfli reklam. Məhsulu yalnız ehtiyacı olan insanlara göstərmək olur. İndi isə gəlin bunu bir neçə real nümunə ilə aydınlaşdıraq. Bir kafe təsəvvür edin, əgər heç bir rəqəmsal marketinq reklamı etməsə, onun müştəriləri yalnız küçədən keçənlər olacaq. Amma əgər həmin kafe Instagram səhifəsində yeməklərin şəkillərini paylaşır, yaxın ərazidə yaşayan insanlara Meta Ads reklamı verirsə, Google Maps-də qeyd olunubsa, birdən-birə müştəri sayı çoxalacaq. İndi isə digər nümunələrə baxaq. Geyim mağazası. Əgər yalnız fiziki mağazada satırsa, gəlir məhduddur. Amma eyni məhsulları Instagram Shops və ya öz saytında satırsa, artıq bütün ölkə potensial müştəriyə çevrilir. İdman zalına baxsaq, əgər o reklam etməsə, yalnız həmin məhəllənin insanları gedəcək. Amma Meta Ads ilə yalnız idmanla maraqlanan insanlara reklam etsə, birdən-birə müştəri sayını artıra bilər. Bugün iş dünyasında belə bir qayda var. Rəqəmsal bacarıqları olmayan işçi geridə qalır. Rəqəmsal marketinqi olan biznes isə rəqabətdə uduzur. Əgər əvvəllər şirkətlər sadəcə marketoloq axtarırdısa, indi rəqəmsal marketinq mütəxəssisi axtarırlar. Çünki artıq hər şey onlayndır. Qısaca olaraq, əsas rəqəmsal marketinq alətlərinə toxunum. SEO, saytların Google axtarışında yüksəlməsi. Meta Ads, Facebook və Instagram reklamları. Google Ads, axtarış reklamları. Mail marketinq, müştərilərə davamlı əlaqə qurmaq. Content marketinq, insanlara dəyər qatan kontenti hazırlamaq. Bu alətləri birlikdə istifadə edən biznes həqiqətən fərqlənir. İndi gəlin konkret olaraq Meta Ads haqqında danışaq və praktiki olaraq baxaq. Meta Ads Facebook, Instagram reklamlarının idarə olunduğu platformadır. Mən həmişə deyirəm ki, Meta Ads düzgün qurulanda biznesin ən güclü silahına çevrilir. Niyə? Çünki burada hədəfləmə imkanı çox genişdir. Siz reklamı elə qura bilərsiniz ki, yalnız məhsulunuza marağı olan insanlar görsün. Məsələn, Bakıda bir kafe açırsınız, reklamı elə qura bilərsiniz ki, yalnız sizin kafenin yerləşdiyi ərazidə yaşayan, qəhvə və çayla maraqlanan insanlara göstərilsin. Yəni, reklamı hamıya yox, sadəcə potensial müştəriyə göstərirsiniz. Düşünün, bu nə qədər güclü alətdir. Əvvəllər sizə yüzlərlə, minlərlə manat lazım idi ki, insanlar sizə tanısın. İndi isə cəmi 50-100 manat büdcə ilə ətrafınızdakı yüzlərlə potensial müştəriyə çıxmaq mümkündür. Ən gözəl tərəfi isə odur
Odur ki, nəticələri dərhal görə bilərsiniz. Sistem sizə göstərir, neçə nəfər baxdı, neçə nəfər kliklədi, neçə nəfər sifariş verdi. Yəni, nəticə tam şəffafdır. Bir anlıq düşünün. Siz rəqəmsal marketinq reklamı etmirsiniz. Müştəri internetdə sizi görmür. Amma rəqibinizi görür və təbii ki, seçimi rəqibiniz olur. Bugün hər şey insanın cibindədir, telefonunda. Əgər siz orada yoxsunuzsa, deməli artıq oyun xaricindəsiniz. Rəqəmsal marketinq hər gün dəyişir. Süni intellekt, avtomatlaşdırılmış reklam alətləri, ChatGPT kimi texnologiyalar artıq bu sahəyə daxil olub. Deməli, biz yalnız bugünün deyil, sabahın da rəqəmsal dünyasına hazır olmalıyıq. Məsələn, artıq reklam mətnləri süni intellektdə yaza bilir, vizualları süni intellektdə dizayn edə bilir. Amma yenə də insana lazım olan əsas bacarıq strategiya qurmaq və qərar verməkdir. Bunu isə süni intellekt bacara bilmir. Mən həmişə deyirəm, nəzəriyyə kifayət deyil. Real kampaniyalar qurmaq, nəticələri izləmək və təhlil etmək mütləqdir. Çünki real biznesdə əsas tələb olunan nəticədir. Yəni reklam yalnız görüntü üçün yox, satış üçün edilməlidir. Əks halda o sadəcə xərclənmiş puldur. Yekunda bir daha vurğulamaq istəyirəm. Rəqəmsal marketinq sadəcə əlavə bir seçim deyil. Bugün biznesin əsas yanaşması və inkişafı üçün məcburiyyətdir. Kim rəqəmsal marketinqə ciddi yanaşırsa, uğurlu olur. Kim laqeyd yanaşırsa, çox tez geridə qalır. Əgər siz də öz biznesinizi böyütmək, daha çox müştəri qazanmaq və ya bu sahədə yeni karyera qurmaq istəyirsinizsə, rəqəmsal marketinq biliklərini yiyələnməyiniz vacibdir. Çünki gələcəyin dili məhz budur. Bugün artıq seçim yoxdur. Ya rəqəmsal dünyaya ayaq uyduracağıq, ya da geridə qalacağıq. Mənim tövsiyəm kiçik addımlarla da olsa, rəqəmsal marketinqə başlamaqdır. Çünki hər gün gecikmək rəqiblərin qarşısına bir addım daha geri düşmək deməkdir. Unutmayın, sosial media sadəcə əyləncə deyil. Eyni zamanda bizneslərin müştərisinə birbaşa çıxış yoludur. Meta Ads, Google Ads, SEO, kontent strategiyaları. Bunların hamısı birlikdə işlədikdə real nəticələr yaradır. Bu alətlərdən düzgün istifadə etməklə siz həm daha çox tanınacaq, həm də daha çox müştəri qazanacaqsınız. Əgər bu sahəyə marağınız varsa, vaxtınızı və enerjinizi sərf edin, öyrənin, təcrübə toplayın. Çünki hər bir öyrəndiyiniz bacarıq sabah sizin üçün yeni müştəri, yeni iş imkanı ya da daha böyük uğur olacaq. Rəqəmsal marketinq artıq gələcəyin yox, bugünün reallığıdır. Kim bu reallığı vaxtında qəbul edirsə, o daima bir addım öndədir. Mənim sizə son mesajım budur. Rəqəmsal dünyanı qucaqlayın, qorxmayın, öyrənin və tətbiq edin. Çünki sizin biznesinizin gələcəyi məhz buradadır. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Son olaraq sizə bir sual vermək istəyirəm. 5 il sonra biznesinizi harda görmək istəyirsiniz? Elə bugündəki yerdə, yoxsa daha böyük auditoriyaya çatmış, daha çox müştərisi olan uğurlu bir biznes kimi? Cavabınızı ürəyinizdə verdinizsə, indi addım atmağın vaxtıdır. Unutmayın, heç bir böyük uğur birdən-birə yaranmayıb. Kiçik addımlar davamlı öyrənmək və tətbiq etmək. Budur uğurun açarı. Siz də bugün öyrənməyə və tətbiq etməyə başlasanız, sabah nəticələrini görəcəksiniz. Təşəkkür edirəm.